Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve ashabi ecmain. Amma ba'd. İslamda qardaşlar çox önəmli məsələlərdən biri İslamın önəm verdiyi ən önəmli məsələlərdən biri bir fərdin, müsəlman bir şəxsin istərsən qadın olsun, istərsən kişi olsun, məsuliyyət hiss etməsidir. Nə qədər bir müsəlman, fərqi yoxdur qadın, fərqi yoxdur kişi, məsuliyyət hiss eləyən bir şəxsiyyət olursa, o qədər o insan bu həyatdakı öz dövrünü, öz üzərinə düşən şeyləri gözəl əda eləyir. Kimlər məsuliyyət hiss eləyə bilmir, üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Əgər bir insan da üzərinə düşən vəzifəni yerinə yetirmirsə, yaşadığı həyatda, öz həyatında, çevrəsində, ətrafında böyük haqsızlıqlara ya edir, ya da özü haqsızlıqlara uğrayır. Hikmət bir şeyi öz yerinə qoymaqdır. Bir şeyi öz yerinə qoymağa hikmət deyirlər. Bunun əksi isə zülümdür. Bir şey öz yerinə qoymamaq və yaxud da məsuliyyətsizlik. Ona görə bir müsəlman kimi hərə ilk növbədə öz üzərinə düşən nədir? Şəriətdə onu bilməli və sonra onu necə əda etməlidir, onu gözəl şəkildə dərk eləməlidir. Hədislə başlayayım. Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis var. Səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Kullukum məs'ulun və kullun məs'ulun an raiyyətihi. Hamınız sizin məsuliyyət daşıyırsınız və hər kəs öz məsuliyyət daşıdıqlarına qarşı qiyamət günü hesaba çəkiləcək. Bugün üzərimizdə haqqı olan, məsuliyyətini daşıdığımız bir çox şeylər var, qardaşlar. Ananın, atanın üzərimizdə haqqı var, onlara qarşı məsuliyyətimiz var. Övladın üzərimizdə haqqı var, övlada qarşı məsuliyyətimiz var. Zövcənin üzərimizə qarşı məsuliyyəti var, haqqı var, zövcəyə qarşı məsuliyyətimiz var. Həmçinin dost, həmçinin qonşu, həmçinin şərik, həmçinin çevrəndə olan bütün insanlar. Ona görə, hansı qiyamət günü sənin hesaba çəkilməyinə, hansı qiyamət günü sənin hesaba çəkilməyində ağırlığa səbəb olacaqsa, onu bilginən ki, əda eləyəsən, hətta axirət günü hesaba məruz qalmayasan və yaxud da şiddətli hesaba məruz qalmayasan. Bu çox önəmlidir. Həyatda ən arsız, ən çox fitnə törədən, ən çox fəsad törədən, ən çox zülmün yeryüzündə yayılmasına səbəb olan şey, çevrədəki insanların məsuliyyətsizliyə yol açmaları, üzərinə düşən məsuliyyətləri yerinə yetirməmələridir. Bu həyat sirridir, qardaşlar. Ona görə çox insanlar sadəcə həyatda öz mənfəətini, öz şəxsiyyətini, öz xeyrinə olan şeyləri əldə etməyin peşindədir. Onun arxasındadır. Onu düşünür sadəcə. Və bununla o insan həm dinini, həm dünyasını o insan zay eləyir. Ona görə Rasulullah sallallahu aleyhi ve sellem həyatına bir fikir verin. Baxın, bayaq zikr elədiyim şeylərin, hansı ki məsuliyyətini bir insan daşıyır, onlara qarşı görün, necə də Rasulullah sallallahu aleyhi ve sellem üzərinə düşən vəzifəni yerinə yetirirdi. Misal olaraq, baxın, Əbəsə surəsinin 34-cü ayəsindən ta 37-ci ayəsinə kimi. Yəvmə yəfirrul mər'u min əxihi və ummihi və əbihi və sahibətihi və bənihi likulli imri'in minhum yevmeidin şa'nun yughnih.
Yevme yefirrul mer'u min ahihi 1. 34. ayə. O gün bir kişi öz dostundan qaçacaq. Hansı gündür bu qardaşlar? Qiyamət günü. Hesaba çəkiləcəyi gün. İnsanlar məhşər meydanında hamısı düz bir torpağın üzərində hamısı cəm olunacaq və hər kəs öz dövrünü gözləyəcək ki, Allah qatında hesaba çəkilsin və sonra o hesabın nəticəsini yaşasın. Hesabın nəticəsi nədir? İki şeydən biridir. Fariqun fil cənnəti və fariqun fis sa'ir. Ya cənnətə ya da cəhənnəmə. Üçüncü yer var mı? Eşitmədim. Üçüncü yer yoxdur. Ona görə əməlin hesabdan sonraki nəticəni sən mütləq əldə eləməlisən. Ya cənnət ya cəhənnəm, üçüncü gedəcək bir yer yoxdur. O gün, hesab günü bir adam öz dostunu tərk eləmək yox qardaşlar. Biri var, sən orada durursan, mən bu da və yaxud da səni tərk eləmişəm. Biri var ki, səndən mən qaçıram. Mən səni görmək istəmirəm. Mən sən istəmirəm ki, sən məni görəsən. Çünki məni görsən, yanıma gələcəksən. Yanıma niyə gələcəksən? Hesab. Məndən gəlib, yerinə yetirmədiyim haqqını istəyəcəksən. Və sən kiməsə haqq vermək istəməyəcəksən. İstəməyəcəksən, kimsə sənin torbanda olan, əməl dəftərində olan, sahib olduğun savabları kimsə alsın. Çünki qazanacaq şansın yoxdur. Qazanacaq şansın yoxdur. Bu dünyada paltarın köhnəldi, gedib təzəsini ala bilirsən. Evin yırtıldı, evin köhnəldi, uçdu, töküldü. Nə isə gedib işləyib, bir ev tikə bilirsən. Hər bir itirdiyin bir şeyin əvəzi var. Şansın var. Madəm ki, həyatdasan, şansın var. Ahirətdə şans var mı, qardaşlar? Ahirətdə şans yoxdur. Allah Azze və Cəllə insan bu dünyaya ahirəti qazanmaq üçün gətirib. Nə bacarırsan qazan, nə şansın var, nə ömrün var, əlində nə gəlir, hamısını elə. Qabağında bir pərdə, bir manə yoxdur. Amma ahirətdə hər şeyin bitir. O gün hesabdır. Bugün əməl var, hesab yoxdur. Sabah, ahirətdə hesab var, əməl yoxdur. Bu dünyada nəyi əkəcəksən, ahirət günü onu biçəcəksən. Baxın, ona görə insan, baxın, bu ayələr bizə nəyi xatırladır? O gün bir kişi öz dostundan qaçacaq. Və ummihi və əbih. Və həmçinin öz atasından və öz anasından da qaçacaq. Subhanallah. Dost deyək ki, dostluğundan qaçdın. Səninlə onun bir bağlantısı yoxdur ki. Siz bunu başa düşün. Dostla dostun arasında qan bağlantısı var mı? Qan bağlantısı yoxdur. Dostundur sadəcə. Amma məsuliyyəti var. Amma dostdan qaçmaqla kifayətlənməyəcəksən. Məsələ şiddətli olduğuna görə, mövqe şiddətli olduğuna görə, ahirətin sarsıntısı hər kəsi bürədiyinə görə atandan, anandan da qaçacaqsan. Ata, ana, səni dünyaya gətirən, böyüdən, boya başa çatdıran, səndən ötürü hər əllərində olan qiymətli şey sərf eləyən, hətta onlardan belə qaçacaqsan. Bəni İsraildən rivayət var. Allahu Akbar. Bəni İsraildən rivayət var. Deyilir ki, rivayətdə Musa aleyhissalam deyəcək ki, ya Rabbi, nə anama istəmirəm şəfaət verəm, nə atama istəmirəm şəfaət verəm, mən sadəcə istəyirəm ki, özüm qurtaram bu şiddətdən. Musa aleyhissalam. Kimdir Musa aleyhissalam? Peyğəmbər. Subhanallah. Sən indi bax ki, bizlər nə olacaq? Bizim halımız nə olacaq? Allahın vəhiyini təbliğ eləyən, Allahla birbaşa Allahın səsini eşidərək danışan bir Peyğəmbər qiyamət günün o sarsıntısından atasını, anasını unudacaq. Amma sən mən neyəyək? Nəyə arxa olacaq? Nəyə əmin olacaq? Hansı əmələ? Hansı qəlbə? Hansı şeyə? Allah bilir kimləri? Nə olacaq axirət günü? Hansı əməllərimiz bizə fayda verəcək? Hansını qiyamət günü axirətə saxlaya biləcək? İnsan nəinki anasından, atasından qaçmaq, daha şiddətlisi də var. Və sahibətihi və bəni.
öz zövcəsindən və ondan törənən övladlarından insan qaçacaq. Subhanallah. Dünyada çox qəribə hallar var. Bu ən qəribə hallardan biri, ata-ana həmişə övladını o qədər sevir ki, övladı yaşasın deyə özlərini fəda etməyə belə hazırdılar. Suriyada belinə bomba atılan binaların birində içində içi dolu dinc insanların öldüyü bir binada ölmüş insanları bu zalim bəşərin qətl etdiyi bu masum insanları, dinc insanları evdən çıxartmağa çalışarkən qəribə bir hala rast gəlirlər. Betonu qaldıranda görürlər ki, bir ana can verib. Bir ana can verib, körpə uşağı da sinəsində. Körpə uşağını sinəsinə basıb ki, qoy düşən daşlar, betonlar ananın üstə tökülsün, körpəsi sağ qalsın deyə. Ana bu qədər sevir övladını. Valideyn övladını bu qədər sevir. Amma axirətin dəhşətinə fikir ver ki, o qədər qorxu insanları bürüyəcək ki, sən övladından qaçacaqsan. Çünki insan bəzən düşünür ki, iman əhlidirsə xüsusən, ölüm yox olmaq demək deyil. Bir mərhələdən bir mərhələyə keçməkdir. Ona görə ölüm səni qorxutmaya bilər. Amma axirətdə bildikdən sonra ki, ölüm yoxdur, axirətdə bildikdən sonra ki, ölüm yoxdur, qaçış yoxdur, qurtarış yoxdur, şans yoxdur, əməl yoxdur, sən sadəcə öz qaçmağını düşünəcəksən, başqa heç bir şeyi. Ayənin axırında gəlir, bu durumu anlatan bir ayə. لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ. Sonra Allah Azze ve Celle başa salır bu ayədə ki, nə üçün qaçacaq bu insanlar? Çünki hər kəsin özünə yetdik dərdi, qəmi, qüssəsi, sıxıntısı olacaq. Bu ayələrdən dərsimizə aid hissəsi odur ki, onlar ona görə qaçacaqlar valideynlərindən, zövcələrindən və övladlarından və dostlarından, ona görə qaçacaqlar ki, çünki onlara qarşı üzərində olan haqlarını əda etməmiş olacaqlar. Əda etməmiş olacaqlar və haqsızlıq etdiklərini o gün dərk eləyəcəklər. Allah Azze ve Celle buyurur, يَوْمَ يَعُدُّ الظَّالِمُ عَلَى يَدَيْهِ. O gün zalim insan əllərini çeynəyəcək. Baxın, Allah Azze ve Celle demir bir əlini. Bir əlini çeynədin, çıxartdın, yox. İki əlivi də ağzına salıb çeynəyəcəksən. Siz fikir vermişsinizmi? İnsan peşman olanda bu dünyada bəzən barmağını, şəhadət barmağını ağzına alır, dişində sıxır. Fikir vermişsinizmi? İnsan gərginlik olanda şəhadət barmağını çeynəyir, dişləyir və bunu dişlədiyini bəzən hiss eləmir. Ancaq ağrıtanda onda hiss edir ki, barmağını qopartmaq üzrədir. Axirət günü şəhadət barmağını yox. Nə iki barmağını yox. Çünki özünü itirmiş olacaqsan, nə qayırdığını bilməyəcəksən. Nə üç barmağını yox. Nə bir əlini ağzına salmaqla yox, iki əlini də zalim insan ağzına salıb çeynəyəcək. Peşmançılıqdan üzərinə düşən məsuliyyəti yerinə yetirmədiyinə görə, lakin görəsən, sual buradadır ki, bu peşmançılıq ona fayda verəcəkmi? Ən məsələnin təsirli yeri odur ki, bu peşmançılıq o insana fayda verməyəcək. Ona görə qardaşlar, çalışmalıyıq bir müsəlman kimi. İlk öncə üzərimizə düşən məsuliyyətləri bilək, sonra bu məsuliyyətləri, hər şeyi bizdə necə tələb olunursa o şəkildə yerinə yetirək. Və insan nəfsini
heç zaman öz istəklərini, öz hirsini şəriətdən üstün tutmamalıdır. Dilini şəriətin izin verdiyi yerdə istifadə edəcəksən, şəriətin qadağan etdiyi yerdə tutacaqsan. Həmçinin gözüvü, həmçinin qulağıvı, həmçinin əlivi, həmçinin ayağıvı və bütün bunlardan əlavə də üzərinə məsuliyyət düşən şeylərin haqqını yerinə yetirəcəksən. İnşallah gələn dərsimizdə də bir önəmli məsələyə toxunacağım. Onun da bir tərəfdən məsuliyyətə bağlantısı olacaq. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.